Ağcabədi rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Pəroğullar kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində çıxış edən rayon rəhbəri kənd təsərrüfatının inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini verib. Həmçinin bir sıra digər vacib məsələlərə də toxunan icra başçısı artıq Məhərrəmlik ayı başlamasına az qaldığını bildirərək, bu ayda dini mərasimlərin təşkili zamanı ictimai asayişin və təhlükəsizliyin qorunmasının vacib məsələlərdən olduğunu qeyd edib, bununla bağlı müvafiq tapşırıqlar verib. Daha sonra çıxış edən kənd sakinləri həyətyanı sahələrin suvarma suyu ilə təmin olunması, qəbiristanlığın ümumi ərazisinin və qəbirlərin təmizlənməsi kimi məsələlərlə bağlı müraciət ediblər. İcra başçısı qaldırılan hər bir məsələyə diqqətlə yanaşaraq, onların həlli üçün müvafiq göstərişlər verib. Qəbiristanlığın təmizlənməsi məsələsinə də münasibət bildirən rayon rəhbəri qeyd edib ki, bələdiyyələr qəbiristanlıqda yalnız ümumi ərazilərin təmizliyini həyata keçirirlər. Lakin qəbirlərin təmizlənməsi və saxlanılması vətəndaşların özləri tərəfindən yerinə yetirilməlidir. İcra başçısı hər kəsin öz yaxınlarının, doğmalarının məzarını təmiz saxlamasının həm də bir mənəvi borc olduğunu vurğulayıb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.